Qorxmaz müəllim, xoş gördük sizi. Xoş gördük sizi də, Zəngəzur TV-nin izləyicilərini və bütün yurttaşlarımızı salamlayıram. Çox sağ ol əzizim. Ustad Məmməd Arazın, böyük Məmməd Arazın fiziki baxımdan bizlə ayrılmağının 20 illiyi biraz sakit keçdi elə bil, biraz sükutla keçdi elə bil. Elə bil mətbuat biraz az danışdı, ancaq çox danışmalıydı. O mənada ki, hər yerdə, hər zaman inci tapılmaz böyük Səməd Vurğunun sözüdür. Məmməd Araz da Azərbaycan ədəbiyyatının ən böyük, ən sağlam incilərindən biri idi. Bu sumaq biraz ağır gəldi. Axıda siz dilləndiniz ki, heç olmasa özünün doğulduğu torpağın adını daşıyan kanalda, yəni Zəngəzur kanalında Məmməd Arazla bağlı, böyük ustadla bağlı deməyə sözüm var. Xoş gəlmişsiniz, buyurun sözünüzü deyin. Xoş vaxtınız olsun. Bir düzəlişlə başlayaq. Doğulduğu torpaq Naxçıvandır, dədə-baba yurdu Zəngəzur. Bəli, babalarımızın yurdu Zəngəzurla bağlı. Məmməd Arazın bir taleyi vardı. Elə 70-ci illərdə də, 60-cı illər mən o qədər xatırlayınca uşaq olmuşam. Mən 5 yaşım olub, 65-ci ildənəm mən. Məmməd Arazın hər zaman elə həmişə arxa planda gəlibdi. Cəzalandırmaq gələndə önə çəkiblər, bilirsiniz 70-ci ildə. Yaxşı bilirəm. Nərimanovun yubileyi ilə bağlı cəza kəsmək lazım olanda Məmməd Araza kəsilib. İstedadlı şair kimi önə çəkiləndə, deyək ki, o zaman dövlət mükafatda veriləndə arxa plana keçirilib. Yəni, Məmməd Arazın taleyi belədir. Məmməd Araz bundan 20 il əvvəl dekabr ayının 1-də vəfat elədi və dövlət səviyyəsində vidalaşma Vida mərasimi keçirildi, düzdür? Milli Dram Teatrında böyük bir vida mərasimi keçirildi. Bir daha təşəkkür edirəm onun üçün. Amma 20 illik dediyiniz kimi Məmməd Araz Azərbaycan Təbiəti kimi jurnalı milli jurnal səviyyəsinə qaldırmışdı. Yeri gəlmişkən ondan başqa da elə gözəl, qanadlı publisist yazıları var idi ki, bədii keyfiyyətdə. Şeiri qədər səviyyəli publisist yazıları. Tam razıyam. Və də, yəni, Azərbaycan Təbiəti jurnalında, xatırlayırsınız, sizin gənclik dövrünüzə düşür, o jurnalda daha çox gənc şairləri, önü açılmayan şairləri çıxarardı, şeirləri, o zamanın gənc şairlərini, çox gənclərimizi, o zamanki gənclərimizi çıxarardı jurnalda, çap eləyərdi və onlar eləcə yol tapardılar. Bəzən Məmməd Araza deyirdilər ki, müraciət eləyən hər kəsə sən xeyir-dua yazırsan, deyir ki, Məmməd Arazın öz dilindən dediyi söz mənim yadımdadır ki, xeyir-dua vermə səlahiyyəti məndədirsə, Tanrı mənə veribsə, mən xeyir-duanı verəcəm. Yolu getmək artıq onun boynundadır, alın yazısı odur. O özü bilər, hara qədər gedəcəksə özü bilər. 20 il əvvəl dediyiniz kimi bizdən ayrılmış, əbədiyyətə qovuşmuş Məmməd Arazın ölümünün 20-ci ilində biz ailə olaraq getdik ora. Və mən Facebookda, sosial mediada, Facebookda paylaşım da eləmişdim. Bunlar hamısı olub keçən şeylərdir. Siz yaxşı xatırlayırsınız, Məmməd Arazın kitabları çap olunanda, Dünya Sən, Dünya Mənim çap olunanda 15.000 nüsxə ilə çap olundu. Həmən də dükanlardan yığıldı. Növbələr, uzun quyruqlar olardı. İndi biraz şeirə, ədəbiyyata münasibətimiz zəifləmişdi. Şükür Allaha, yavaş-yavaş dönürük. Gəlir, bərpa olur təbii. Görünür, kollegaları mətbuat da Məmməd Arazın ölümünün 20 illiyini unutmuşdu. Hətta tək ölümün 20 illiyi deyil. Qardaşxan Əzizxanlı hər il olduğu kimi 90 illiyində də Məmməd Araz şeir müsabiqəsi təşkil elədi. Düzdür. 20-ci əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən olan xalq şairi Məmməd Arazın cismani ölümünün 20 illiyi, anadan olmasının 90 illik yubileyi bəlkə də ilk dəfə idi ki,
media camiyyəsi tərəfindən sükutla qarşılandı. Xeyir ola, sükut edirsiniz bəyəfəndilər. Yoxsa Məmməd Arazı Azərbaycanın şairi statusundan ləğv etmişsiniz. Yoxsa sevginiz azalıb şeirə, sözə. Bir xatırlatma eləyim, Məmməd Araz türk dilli şeirimizin 5-6 ələ gələn ustadlarından biridir. 20-ci əsr Azərbaycan şeirini təsvir, tərənnüm yolundan dərdimizin, ağrımızın içimizdə gözü yaşlı yırğalanan beşiyinə çevirib. Sözü qılınc kimi qınından sıyırıb, özü ilə nəfsi arasına qoymağı bacaran şairdir Məmməd Araz. Bu ucalığa böylə münasibət olarmı, bəyəfəndilər? Qorxmaz bəy, hər kəs taleyinlə birgə doğulur. 95-ci ildə Azərbaycan televiziyasında işləyirdim, əməkdaş kimi Naxçıvana getdim. Həmən o kəndinə, Şahbuz rayonuna, Nurs kəndinə 2 mərtəbəli o vaxt bir evi var idi. Ora getdik. Təsvir elədiyi yerləri heyranlıqla gözümə təpirdim. O yazdığı şeirlər bir-bir ruhumda səslənirdi. Bu da doğulduğum o doğma yerlər. Çadırda şətəyi, Nursu bulağı. Burada doğulmuşam, burada deyirlər, inana bilmirəm axı. Yəni, o doğma yerləri, o doğma şehirdə adı çəkilən, kəndin ətrafında olan o dağları, düzənləri, biçənəkləri elə gözəl yanığı ilə, elə gözəl şirin ağrı ilə xatırlayıb vəsf eləyirdi ki, bunu oxucuya yaxşı mənada qəbul elətdirirdi. Doğma yurdu ovanın. Yəni o taleyi, o Nursdan başlanan taleydi, sonra Bakıya gəldi, sonra Moskvaya getdi və böyük bir ömür yaşadı. Şübhəsiz ki, ağrılarla, acılarla bir yerdə. Bu təkcə söz ağrısı deyildi, sənət yanğısı deyildi, həm də tali ağrısıydı, dostlardan dəyən zərbələr idi, ağrıdırdı təbii. Bir qardaşı oğlu kimi. Yəqin ki, bu dediklərimin siz daha çox canlı şahidisiniz. Orada çox bağlantılar var. Bəzilərini biz dilə gətirmirik, bəzilərini demirik. Çünki onu keçib, o səhv eləyənlər özləri bilərlər. O, necə deyərlər, Sovet imperiya maşınından qalmalar. Özləri yaşayan var, övladları yaşayan var. Ona görə öz boyunlarına qalsın, özləri bilərlər, necə deyərlər. Tanrı əfv eləsin onları. Bu, Məmməd Arazın taleyi doğulduğu gündən gəlmir. Bu ailənin, bu soyun, yəni çox böyük, bizim ailəmiz çox böyük ailədir. Soyumuz çox genişdir. Yəni, bizim Aşqabadda, Daşkənddə, Qazaxıstanın bəlli yerlərində, Göyçayda, Qarabağın bir çox yerlərində, Tərtərdə filan da bizim ailənin, nəslin Füzuli tərəfdə, indi Füzuli deyirlər, o vaxt Karyagin deyirdilər. O tərəflərdə bizim çox böyük nəslimizin qolları var. Nəsil çox böyükdür. Dəyərli Nəzir Əhmədlinin bir araşdırması var, çox ciddi araşdırmacıdır o. Bizim ailə haqqında araşdırmışdı, kitabında da var, kameral arxivdən. Yəni, bu sənəd artıq çıxarmışdı. Mənə dedi ki, sizin, Qorxmaz bəy dedi, sənin babaların Zəngəzurun ağaları olublar ki, yəni elə zəngin olublar. Mən Nağdalı oğlu Şahsuvarın oğlu Məşəd İbrahim, soy ismimiz də oradan gəlir. Düzdür, Sovet dövründə bu olub. Bizə Nağdalı uşağı deyiblər, amma biz Şahsuvar uşaqlarıyıq, Şahsuvar oğullarıyıq. Şahsuvar oğulları da, Şahsuvarlar da 3 qardaşdır. Xansuvar, Şahsuvar, Alsuvar. Çox zəngin ailədirlər. Bunlar xeyriyyəçiliklə 19-cu əsrin axırında Qaçaq Nəbi bizim babamız, yəni Məşəd İbrahimin oğlu Xudayarın, İnfilin atası Xudayarın evinə gəlib qonaq qalarmış. Mənim babam İnfil uşaq yaşlı olub, o deyirdi ki, Qaçaq Nəbi mənim gözümün qabağındadır, bizə gəlirdi, nə bilim, oturur, dururdu. Bizim ailə gerçəkdən Zəngəzurda, Güney Azərbaycanda belə biz tanınan bir soy olmuşuq. Zəngəzur birinci o
erməni ayaqlanmasında Zəngəzurda çox qətliamlar elədilər. 1905-7-ci ildə bu rusların qızışdırması ilə, yəni bu imperiyanın arxivlərindən çıxan A, B, C planlarından biri də bu milləti bir-birinə vurdurmaq idi. Məsələn, mənim anamın ana və ata tərəfi biri Pul kənd, biri Şükar kəndlərindəndir. Pul kənd və Şükar kəndləri 1905-7-ci illərdə yox olub. Mən o kəndlərin yerini gedib görmüşəm. Uşaqkən görmüşəm, amma görmüşəm. Şahbuza, Babəkin, Nəzərabad kəndi, Cəhri kəndi, Payız, bir çox kəndlər, yəni dağlıq ərazi. Bu Zəngəzur zaten Naxçıvandan birdir. Yəni Qara kilsədən məcbur qalıb qaçıb düşür, gəlirlər Naxçıvana yerləşirlər. Amma mənim babam qaçıb gəlməyib Naxçıvana. Mənim babam vuruşub. Andrenikə qarşı vuruşub. Məmməd Arazın içinin tufanı bütünlüyü ilə ağ vərəqə köçürülmədi. Bunu misralarındakı o Dalov hayqırır. Çünki o ağırlıqda taleni, mənsub olduğu nəsil şəcərənin çəkdiyi yurd ağrılarını, özünün içindəki bu boyda tufanı bir insan orqanizmi götürə biləcək gücdə deyil. O elə insan kimi fiziki baxımdan qırılıb dağılmalı idi ki, söz, fikir, düşüncə aləmində dik dayana bilsin. Ata millət, ana millət ağlama desin. Yerindən, yurdundan, qərbi Zəngəzurdan, Qara kilsədən köçən, qovulan, köçürülən köçə, ata-babası sinəsini qabağa verdiyi kimi, söz meydanında da Məmməd Araz ilham atını öndə çapdı. Öndə gedənlər isə dərdə bəliyə ilk tuş gələnlərdir. Mənim babamın böyük qardaşı balacanın qızı südəmə uşaq olub. Babamgil təbii ki, dağda döyüşüblər. Gəlib ki, Saranı öldürüblər. Xəbər çıxıb ki, Sara gibi bir çox qadınları öldürüblər. Saranı da öldürüblər. Babam gedib gecə ilə, babam cəsur idi. Babam gerçəkdən yəni qəhrəman. İnfil kişinin atası. İnfil qəhrəman idi, gerçək qəhrəmandır. Yəni Sultan bəylə Allah rəhmət eləsin, nur içində yatsın. Onun sərkərdələrindən Əli bəylə bərabər Andronikə qarşı vuruşub mənim babam. Mənim babam Zəngəzurun gerçək qəhrəmanıdır. Babam gedir, Saranı dəfn edir orada, çıxartmaq mümkün deyil, ateşin içərisində. Orada qaydası ilə, üsulu ilə dəfn edir, yengəsidir, qardaşının arvadıdır. Uşağı da götürürlər, çıxarırlar. Ruqiyə birimiz 20 il əvvəl ölübdür, hardasa. Babam Naxçıvanda Kazım Qarabəkirlə görüşüb. Kazım Qarabəkir babama silah hədiyyə eləyib. Qəhrəman olduğuna görə, igid olduğuna böyük şəcəri. Mənim babam gerçək qəhrəmandır, bir daha deyirəm. Çünki bu adam 1920-ci ilə qədər vuruşub. Yəni söhbət Naxçıvandan gedir ki, mən ora gətirmək istəyirəm. Sovet hökuməti qurulub. Mənim babam dediyim kimi Sultan bəylə Andronikə qarşı vuruşub. Sovet hökumətinə çox gec tabi olub. Keçili, məsələn, Şahbuzun keçili qəhrəmanları var, Türkeş qəhrəmanları var, Şahbuzun Türkeş kəndi var. O kəndin o zamanlar biz Sovet hökuməti vaxtı oxuyurduq, bandit deyirdilər. Bandit falan deyirdilər. Yəni dirəniş göstərənlər idi. Bəli, yurdunu sevən. Babamgildə orada vuruşan oldular. Və yəni 20-ci ildə artıq dağlardan insanlar geri qayıtmağa başlayıblar. Bizim də qohum əqrabanın çoxu qayıdıb. Amma mənim babam çoxlu erməni sərkərdəsi öldürdüyünə görə, erməni ordusu silahlı birləşməsinə zərər verdiyinə görə və bu ərazini də artıq Ermənistan dövləti süni şəkildə yaratdılar, verdilər onlara. Babam Ağduya qayıda bilməyib. Babamın anası Uruddan, Urud kəndindən, məşhur Urud kəndidir. Atası Ağdudəndir. Yəni dediyim kimi Xudayar Məşədi İbrahim Əli Vəliyevin kəndidir. Əli Vəliyev anası bunların əmsi qızıdır. Xudayar babamın qardaşı qızıdır. Bunlar yəni Əli Vəliyev mənim babamın kiçik qardaşı Zeyvəli ilə bərabər böyüyüblər. Amma babam geri dönə bilmir. Ailə artıq bir hissəsi qayıdır, qohumlarımızın nəslin bir hissəsi gedir Ağduya. Əsas bizə yaxın qan qohumlarımızı ölüm təhlükəsi gözləyir. Babam gəlirlər, Kiçik Qafqazın
ətəyi Salvartı dağları var. Toğluqaya deyə Salvartının ən aşağıda Naxçıvanın üstündə böyük dağdır. Batabatın yanında. Gəlir oradan baxır aşağı Nursuya. Nursuya baxır, Xudayar babama deyir ki, dədə, bura Ağdaya oxşur, biz gedəcəyik, burada qalacağıq. Elə yenilər kəndə. Ağdaya gəlirlər, yerləşirlər. Amma babam gil gələndə, dediyim kimi, 5-7-ci ildə Qara kilsədən qaçqın düşmüş Qara kilsəli cəmaatı bir hissəsi gəlib yerləşibmiş Nursuya. Nursuda da 19-cu əsrdə gətirilib yerləşdirilən ermənilər vardı. Babam gəlirlər, orada yerləşirlər, orada Allah rəhmət eləsin, Məşəd Camal babamız filan, onlar gəlirlər, babam gəlir qarşılayırlar, babam gəlir yerləşirlər və 1920-ci ildən sonra babam o kənddə yaşamalı olur. Amma yaşamaq deyil, babam yaşamayıb o kənddə. Babam qaçaq olub ya. Bu dəfə Andranikin tör töküntüləri, Stalinin tör töküntüləri, bir də o komissar deyilən o komsomol adı ilə, komissar adı ilə satqınlar NKVD, MNKVD başlayırlar babamı təqib eləməyə. Təbii ki, NKVD-dən də adamlar olub babama, çox milli insanlar olublar orada. Mən birim, məsəl üçün, bir gün uşaq vaxtı onu deyim, Naxçıvan bazarında atamla gedirdik, bir ağsaqqal kişi yaxınlaşdı mənə. Dedi, sən infilin nəyisən? Dedim, nəvəsi. Dedim, mən o vaxtı NKVD-nin rəisi idim, onu tutmamaq üçün çox çalışdım. Mən də çox məcbur edildilər ki, onu tutub. Təhməz baba vardı, bizim Mahmudoba kəndində, bizdən aşağı kənddə kirvə idik. Sonradan kirvə olmuşdu babam göl onlarla. Təhməz baba atlılar gələndə həmən o kişi də, o yaşlı baba da o zaman mənə dedi ki, mən deyir, Mahmudabada sizin qohumunuza xəbər göndərirdim ki, infilə xəbər eləyin. Təhməz baba dərənin içi ilə qaçıb atlılardan qabaq bizim kəndə çatarmış, bizim evə çatarmış ki, infil gəlirlər, qaç. O əmmi şeirlərindəki əmmin məzarına da töküldü Səngərtəpə torpağı. Səngərtəpədən əmmin vəsiyyət eləmişdi, torpaq töküldü onun məzarına. Məmməd Arazın şeirləri yaralı torpağa səpilən buğda toxumudur. Hər yaz göyərəcək, hər payız bar verib bəhər gətirəcək. Bişirilən təaman, sarı buğda çörəyinin dadı biraz qan qoxusu verəcək, yaralı torpağımız kimi. Səngərtəpədə, Ağaverdidə çıxıb oradan gecə ilə baxarmış ki, gəldilər. Təbii ki, nənəmi, əmilərimi, bibilərimi incidərmişlər, çox sıxarmışlar. Ta bu qaçaq həyatı 46-cı ilə qədər davam edir. Hətta çox ağır qış olub, şaxtalı bir qış olub. Hətta deyirdilər ki, sağsağanlar, qarğalar donub ölmüşdü soğuqdan. Elə bir soğuq oldu. Dağlarda adətən soyuq olmaz. Hətta bizim Nursuda belə şaxta olub. Gecə ilə xəbər gəlir ki, yenə Təhməz babaya kimsə xəbər eləyir ki, Mahmudobadan. Bəs gəlirlər, qaç. Babamın quzey tərəf deyirik, biz quyruq tərəf, yenə də o kəndimizin qarşısı cənuba tərəf. Babamın hərəkəti, gedişi çarıqla o zaman gedilmişlər. Qar üzərində xışıltısı evdə eşidilmişlər. Yəni o qədər babam qoçaq idi. Babam iti yeriyərdi. Babamın yerişinə qaçışla çatmaq mümkün deyildi. Babam elə idi. Təsəvvürlərin oradan gecə ilə gəlir Ordubada. Ordubadın Üstüpü kəndinə gəlir. Üstüpü kəndində onun bir dostu varmış. Biz də o öləndən sonra bildik ki, babamın orada dostu varmış. O Zəngəzurdan gəlib ora yerləşmənin səbəbi buydu. Zəngəzur kanalında elə Zəngəzuru danışmalıdır ilkin olaraq. Sonra isə bütün Azərbaycan. Demək, gəlişimiz Zəngəzurdan Naxçıvana Şahbuzov olub. Bəli. Demək, Məmməd Arazın hansı kitabınınsa ön sözündə həmən atası infillə bağlı, anası Ələsgərin şeirlərini çox oxuyardı. Cahan nənəm, bəli. Cahan nənə. Yox, özündə də şairlik olubdu. Cahan nənəm bədahətən şeirləri var bizim əlimizdə. Sonra bacım Gülsümə məktubları var Məmməd Arazın. Atamın kitabı poeması, yəni bir əsərdir, bir milli əsərdir. Demək ki, ay bacım, anam əvəzi, qardaş etibarı bəs hara getdi? Bir də bu yerlərə dönmək həvəsim anamla birlikdə məzara getdi. Bütün bunlar, əlbəttə danışdığınız tarix yox,
İnfil kişi ilə bağlı, bacısı ilə bağlı, anası ilə bağlı bütün xatirələrim Məmməd Arazın ön sözlərindən, Yəni o kitablarından. taleyə gətirəm, mən o sözü ora gətirəm, 46-ya Bəli, gətirəm. bu da taledir, bəli. Oradan yazdığı sözlərdən oxuyursan. Bizim soyumuzun, nəslimizin taleyidir bu. Yəni bizim nəslimiz çox zəngin, həddindən çox zəngin olur. Təsəvvür edin, mənim babam 50 kilo qızıl verib Sovet hökumətinə ki, əl çəkin məndən. Yəni mənim balalarımdan əl çəkin, amma əl çəkməyiblər, qoymayıblar. Mənim babam normal həyatını yaşasın. Rəncbərlik eləyirmiş. Sovet hökuməti Eşitdiyimə görə Məmməd Arazın yadınca uzun ömürlü olub. Uzun ömürlü olub, amma o ömür necə gəlib keçib həbsxanalarda, sürgündə, repressiyada, qaçqınlıqda. Mən ona gətirmək istəyirəm ki, o tale, yəni soyumuzun alnına yazılan bir tale var ki, bugün də biz onu yaşayırıq. Yəni münasibətlərdə də biz onu hər yerdə görürük. Siz babam deyirdi ki, biz atın üstündə qızıl gəzdirməzdik ki, şıqqıltı bizi narahat edir. O qədər zəngin olublar. Amma nə olsun, o zəngin ailəni gözü götürməyənlər Təbii. ermənilərlə birlikdə O bizim bəlamızdır. İnfili təqib eləyə 20-ci ildən 46-cı ilə qədər infili qovublar. 46-cı ildə artıq çöldə heç ağlına gəlməzmiş də, sakitləşib hər şey, müharibə də qurtarıb, 2-ci Dünya müharibəsi qurtarıb. Bizim xalq üçün faciə hesab edirəm. Yəni Aydındır. babam çöldə cüt sürürmüş. Yer şumluymuş. Çol arxac deyirlər. Yəni o şeirlərində var zaten. Mənim atam Əbülfəz İnfiloğlu öküzün boynunda babam cüt sürür, 2 nəfər gəlir. Babam atıma deyir ki, evə deyərsən ki, mən getdim, apardılar mən. Atam uşaq olub. 46-cı ildə atamın necə yaşı? 7 yaş. 7 yaşında bir uşaq. Atam gəlir, nənəmə deyir ki, ana, dədəm getdi, apardılar. Hara bilmirəm. Uşaq 6 yaşında, 7 yaşında uşaq, aşıqla oynamalı uşaq, nə bilim, rəsmlə oynamalı uşaq, öküzün boynundan düşüb, dədəsi gedib, öküz də qalıb orada, öküzlərimiz də qalıb orada. Bizim hətta nəyimiz var da, öküzümüz, nə bilim, inəklərimiz aparıblar şeyə. Təsəvvür edin, hələ burada bir dənə də parantez açım, mötəriz açım. Babam tutulandan sonra bizimkilər gedib, atam gedib. Məmməd Araz, İbrahim biraz böyüdü, ona da gələcəm. Gedib fermada işləmək istəyirlər, götürməyiblər. Hətta lağ edirlər ki, atasının verdiyi öküzlərin altını təmizləməyə belə bunlar qoymurlar. Yəni belə şeylər. Yəni 46-cı ildə bu başlayıb bizim Sovet hökumətində əsas, yəni babam tutulandan sonra, nə qədər ki babam tutulmamışdı, kimsə söz deyəməzdi. İnfil dağlardadır, gecə ilə gələr baş kəsər. Yəni belə 46-da tutuldu, eləmi? Hə, bəli. Bu Məmməd Araz, bu əzizimiz Məmməd Araz, böyük qardaşı İbrahim vardı. İbrahim müharibə veteranı idi. İbrahim əmim çox dəyərli bir ziyalı idi. O da ədəbiyyat müəllimi oldu. Ədəbiyyat müəllimi idi. Müharibədə yaralanır, gəlir. Neçə qardaş idi Məmməd Araz gülümdə? 3 qardaş, 2 bacı. Yəni 5 uşaq olublar ailə. Demək İbrahim, Əbülfəz, Məmməd. İbrahim, Gülsüm, Məmməd, Məryəm, Əbülfəz. Ardıcıllığı Belədir, hə. Əbülfəz son 3 oğul, 2 qız. Bəli. Yəni İnfil kişi tutuldu. İnfil kişi getdi. İnfil kişi ilə bağlı mən o zaman dövlət işində, prezident aparatında işləyəndə arxiv sənədlərini çıxartmışdım. Rəsmi şəkildə Məmməd Araza təqdim olundu atasının sənədləri. Atası bir kişilik, bir ağayana nümunəsi idi ki, buna müxtəlif şeylər təklif edirlər ki, hörmətli adamsan, filan, Behməcan, səni buraxaraq gedərsən, kimlərinsə üzünə dur, babam kiminsə üzünə durmayıb, babam 10 il sürgün yaşayıb. 46-dan 56-ya qədər. 46-dan 56-ya qədər. O vaxt Məmməd Arazın 33, 56, 22 yaşı olar. Hə, Tələbə 22 yaşı. Tələbə idi yoxsa? Tələbə idi. Tələbə idi. Coğrafiyanı qutarıb, pedaqoji institutuna. Coğrafiyasını qutarıb, sonra Bakı dövlətin, yəni indiki Bakı dövlətin jurnalistikasında oxuyubdu. Da Moskvada da olub. Moskvada da ədəbiyyat institutunu oxuyubdu. Ədəbiyyat institutunu oxuyub. O ikinci bir dönəmdir. Məmməd Arazın atası İnfili sürgün eləyəndən sonra hətta yaxın qohumlarımızı çıxmaq şərtindən, yəni Zöhrə nənəm, qardaşları, bacıların çıxmaq şərtindən el ehtiyat eləməyə başlayıb. Yəni mən heç kimi qınamıram. O dövrlərdir ki, repressiya dönəmi idi. Qorxu var idi təbii. Belə baxanı aparırdılar.
bizim gəlib əmlakımızı müsadirə edirlər. Neyimiz var müsadirə edirlər. Amma İbrahim əmim veteran olduğuna görə bəzi şeyləri İbrahim əmin adına keçirə biliblər. Kimlərsə kömək eləyib də hər halda. Aydın. O müsadirə komissiyasından kimlərsə insaflı olub İbrahimin adına yazıblar, əmmin adına yazıblar. Mənim əmim bir çoxların, mən ad çəkmək istəmirəm, bir çox şairlər Sovet hökumət dağılandan sonra güya sandıqdan şeirlər çıxartdılar. Boş şeir, heç kimin sandıq şeiri yox idi. Amma Məmməd Arazın içində sandıq sözləri var idi. Düzdür. Onları bəzilərini açdı, bəzilərini açmadı. Hətta xatirələrində bir çox şeylər yazmaq istəyirdi, sonra dedi ki, yazmıram. Xırda balaca millətlərin faciəsidir. Düzdür, biz balaca millət deyilik, sadəcə parçalayıb balacalaşdırdılar. Elə Məmməd Arazın Sovet devrində yazdığı o şeir ki, kəndim balacasan, çox balacasan, xırdalanmış, balacalanmış millətin faciəsi idi bu. Adın yox dünyanın xəritəsində. Çox usta deyirdi, çox bədii deyirdi və sonra bu balacalıq çox böyüdü, dünya arenasına çıxdı. Məmməd Araz gəlir, oxuyanda tələbə ikən institutun, pedaqoji institutun partiya təşkilat katibi bundan xoşu gəlir. Yəni bu şeir deməyindən, fəallığından istedadlı bir şair partkom bunu çağırır ki, sənin sənədlərini hazırla partiyaya keçirəcəm. Yəni hər halda o zaman mən də ictimaiyyətçi olmuşam. Yəni təbii, siz də inkişafın yoluydu. Adam çox sosial-aktiv olubdu. Ona görə partkom bunu bəyənibdi. Deyir ki, bəs gəl sənədləri yığ partiyaya keçərsən. Duruxur deyir, baş üstə. Üstündən bir həftə, 10 gün keçir, yenə koridorda rastlaşırlar. Deyir ki, Məmməd oğlum, sənədlər nə oldu? Deyir, gətirəcəm. Üstündən bir müddət keçir, çağırır, deyir ki, kabinetin önündən gedəndə deyir, o Məmmədi gətirəm bura. Gəlir, deyir, o bala. Ne gətirir? Sən cəmaat mənə yalvarır, nə bilim, nələr söz verir ki, o yazıq o işini bilir ki, bunun axırına olacaq. Partiyaya keçirim. Ona görə mən hamını partiya amma mən sənə ağsaqqal adam, xahiş edirəm, gəl partiya keçmirsən. Xeyr ola, bu nə demək, bu nə sayğısızlıqdır? Deyir, müəllim, mən sizə bir şey deyim, siz dediniz, mən demədim. Mən əgər partiyada sənəd yığsam, məni universitet, institutdan qovacaqlar. Necə yəni? Deyir, mənim atam haqq düşmənidir. Mən dediklərimi bəlkə çox az bir hissəsini bəlkə danışıbdı atası haqqında. Məmməd Araz institutu qurtarıb, sonra gedib kəndimizdə 2 il müəllim işləyib. Sonra qayıdıb gəlib Bakıya, jurnalistikə girib, sonra da Qorxaq Ədəbiyyat İnstitutuna girib. 75-ci il idi Qorxmaz bəy. 75-ci il 1-ci kursda oxurdum mən pedaqojinin filologiyasında. O artıq onda redaktor idi. Aktyorlar evində görüş idi Məmməd Arazın. Bir çox şairlərlə o cümlədən Məmməd Araz da oradaydı. Onun o vaxt Nobel mükafatı şeirini cingiltili səsi var idi. İnan ki, elə bil, səs yerdən tavana qalxırdı. Diksiyası, çox gözəl. Çox gözəl idi. Demirəm, dayandır mükafatını, deyirəm, çıxarma bunu yadından. Kimin alın təri, ürək qanını mükafat verirsən, kimin adından? Bəli. Bax, bu səs Məmməd Araz yadıma düşəndə, ya Məmməd Arazın axır vaxtlar anlaşılmaz nitqini görəndə, o səs birinci yadıma düşür. Necə ötkən, iti, qılınc kimi iti bir səs idi. Biz anlayırdıq onun dilini, yazısını da. Bizim bir dostumuz var, Tofiq Türkel. Tofiq Türkel deyir ki, Məmməd Araz əlini həmişə belə aparır. Sanki o zaman ilahi ona nəsə verir, o oradan gətirir dəftərə. Hərəsi öz stilində şeir deyirdi. Bugün deyək ki, ağalar deyir, sağ olsun. Bayramı, sağ olsun. Məmməd Arazın o içindəki kükrətini bəlkə çıxarır üzə. Amma Fuad Poladov o şeirlərin o qədər axıcı bir dillə, Məmməd Arazın öz dili ilə deməyə çalışırdı o. Deyirdi sanki. Allah rəhmət eləsin. Allah rəhmət eləsin, nur içində yazsın. Ayağa dur, ana vətən! Ayağa dur, sil gözünü ona vətən! Sərhəddə bir yaxşı bax! Sərhəddinin kəməndinə bir yaxşı bax! Ölümünlə qalımını ayırt elə! Dur içində qorxağı qov! Dur özünü bozqurd elə! Elim günüm səninliyəm! Varım yoxum səninliyəm! Şirin yuxum səninliyəm! Yıxın məni söz atından! Atın məni tank altına! Əzin məni! Hıncım hıncım
çatmır eğer söz vurmuşum. Didim beni didim, atın beni tank altına, Qundağdaki bir körpəni xilas edin. Geçse seni, geçse beni xilas edin. Seninliyem ey yaradan, seninliyem, mahvolmada Azerbaycan, seninliyem. Ya bir merde yatırt bizi, ya bir merde oyyat bizi, ya yeniden yarat bizi. Ey yaradan, seninliyem, seninliyem yatmış vulkan, seninliyem. Ayağa kalk Azerbaycan, seninliyem. Mehmet Arazın danışığında kükrəmə yox idi. Publisistikasında və şeirlərində var idi. Bəlkə xəstələnməsəydi, o dilində də olacaqdı, bilmirəm. Amma publisistikasında, şeiriyyətində o çox güclüydü. Mehmet Arazın dilində üsyan olsaydı, hətta 70-ci illərdə, 60-cı illərdə, 50-ci illərdə, bəlkə çoxdandan aparıb güllələmişdilər. Bəlkə çoxdandan Bəlkə də onun taleyinin xoş tərəfi. Bəlkə günün birində arxadan vurub öldürəcəkdilər, maşınla vuracaqdılar. Çünki onun o içindəki hayqırtı, bütöv Azərbaycan hayqırtısı, Azərbaycanın yəni bilinməz yerlərin hayqırtısı dilimizlə bağlı. 37-ci ildə repressiya olunan dilimizi 60-cı, 70-ci illərdə Mehmet Araz şeiri ilə dilitdi. O selablar seləliyim, yalanmı? Selab sözün bugün get soruş, küçədə bilən varmı? O selablar seləliyim, yalanmış, ötən günlər çalağanmış, çalanmış, film ritmə bax. Təkcə köyrək xatirələr qalanmış, onu da ki, ha çevirim. Hasanım, ritmə bağa ya. İçin tufanıdır bax. İçin tufanıdır. İçin tufanıdır. O üslubu o yaradı, tufan. Mehmet Araz balaca kəndin faciəsini də görürdü. Qollarında 50 milyonun gücünü də eyhamla danışırdı şeirlərində. Başqa əlacı da yox idi. Yazılarının bədii keyfiyyəti də yerli yerində idi. Təkcə şeirlərində yox, publisistikasında da. Həyatın və sözün zəngləri məqalələr toplusu stol üstü kitabım olub bir vaxtlar. Zəngəzurdan, Qarakilsədən, Şahbuza, Nursa, Bakıya, buradan da Moskvaya böyük söz yolçuluğu elədi. Bütöv ömrünü qoydu bu yola. Özü də heç nəyini sözdən əsirgəmədən, özünün yazdığı kimi anadan, bacıdan gizlətdiyimi şeirdən, qələmdən gizlətməmişəm. Bu sadəcə çoxlarının yazdığı boğazdan yuxarı söz deyildi. Bu həyat, qələm, söz kredosu idi. Və ən əsası da bu sözü, bu qələmi dünyanın boş və əfsanə olması səviyyəsinə qaldıra bildi Mehmet Araz. Və ən əsası da bu sözü, bu qələmi dünyanın boş və əfsanəsi olması səviyyəsinə qaldıra bildi Mehmet Araz. Budaq o məsələn Mehmet Arazı təqdim eləmiş ki, bu daha yaxşı olar o jurnala redaktor olaraq. Yəni orada başqa şeylər vardı ki, Budaq müəllimin önərisi ilə, o necə deyirlər, zəmanəti ilə Mehmet Araz jurnala başladı və jurnalı dediyim kimi, başda dediyimiz kimi bir elmi publisistik jurnaldan hətta bədii bir jurnala çevirdi. Bugün bizim sözümüzün konusu gəlib çıxır Zəngəzurun üstünə. Təbii o yurtdan qopan səs idi, səda idi. O yurdun ağrısını daşıyırdı, həm də taleyində. O yurdun parçalanmağını, o deyirsən erməni qırğınlarının, bunun hamısı bunun iç yaddaşında hazır idi. Elə onlar idi bunu hayqırdan. Biz gedərdik baba yurdumuza. Mən Uruda bir neçə dəfə getmişəm. Görmüşəm o yurtlarımızı, atamın, əmmimin dayısı gillərə getmişik, orada toylara getmişik. Nə bilim, yəni doğma yerlərimizidir. Bugün belə istəyərsən ki, gedib orada yaşayasan. Sağlığında Mehmet Araz getmişdi. Gedib, əlbəttə ki, yox, gedirdilər. 70-ci illərdə, yəni xəstəliyinə qədər özü ki, həm də ixtisasca coğrafiyaçı idi, gedərdi. Mən xatırlayıram, əmim mənə hər zaman uşaqlığımdan bu yana ata yurdunun ocaq yandıranı deyərdi. Məni çox istəyirdi, əmim həddindən çox istəyirdi. Yəni, bilirlər, qızları da, bacılarım da təbii ki, bilirlər. Əmimin mənə bir xüsusi baxışı var idi. Ata yurdunun ocaq yandıranı deyərdi. Uruda gediblər.
Əliş babam vəfat eləmişdi o zaman. Dayısı, böyük dayısı vəfat eləmişdi. Uruda getmişlər babamın, Əliş babamın yasına. Oradan gəlmişlər kəndə. Əmim də gələndə kənddə toy bayram olardı. Hamı tökülüb gələrdi bizə. Rəhmətli anam sıyıq ərişdə bişirərdi. Anamın bişirdiyi sıyıq ərişləri çox sevərdi. Çünki anam onu ocaqda bişirirdi. Deyirdi ki, nənəmdən sonra Sərfinazın bişirdiyi yeməkləri sevirəm. Əmmin yanına çalışdım çox adamı buraxmayayım. Əmim durub çıxanda ayaqqabısını özüm bağlayardım. Belə xatirələrimiz var. Qulluğunda durardın. Sizin sualınıza cavab olaraq mən deyirəm ki, gedib gələrdilər, gökkəlimiz vardı. Yəni hər zaman. Məsələn, Flora Xəlizadə kiçik dayısının qızıdır, Fəthullah babamın qızıdır. Bibimizdir, mən bibi deyirəm. Düzdür, çox vaxt Flora deyirəm. Flora bizim ürəyimizdir, canımızdır. Kiçik dayısının son beşik qızıdır. Yəni o ailədən bir Mahir əmi qalır. Buradan salam göndərək, uzun ömür, can sağlığı arzulayır. Bir də Flora yaşayır. Allah hər ikisinə uzun ömür, can sağlığı versin. Yəni bu ailənin bir parçasıydı. Orada yaşayanlar, Zəngəzurda yaşayanlar. Ağdüdə məsələn, Ağdü baba kəndimizdir, ata kəndimizdir. Yəni Xudayarın, Məşəd İbrahimin, Şahsuvarın, Nağdalının, ondan o tərəfki babalarımızın daim yaşadığı bir ərazi idi. Ora gedib gələrdilər. Xeyir şəhərdə təbii ki, o zaman biraz nəqliyyat vasitələri az idi. Amma yenə Xeyir şəhərdə gedərdilər. Birinin toyu olanda mütləq xəbər eləyərdilər. Nurstan kimsə atla gedərdi, kimsə maşınla. Nə gözəl. Qorxmaz bəy, Zəngəzurdan dünyaya çıxdı Məmməd Araz. Söz meydanım, bu muğandır, bu mildir, mənim şeirim atalıdır, minildir, Nəsiminin adını dirildi. Sizə yetim deyən olsa qızlarım. Sən bunun sökəklərinə baxırsan, söz meydanı, muğam deyil, Azərbaycan. Şeirim atalıdır, minildir, Nəsiminin inadını dirildi. Demək, o coğrafyanın, doğulduğu coğrafyanın və yaşadığı coğrafyanın, eyni zamanda tərənnüm elədiyi coğrafyanın mahir bilicisi idi. Mən özüm şəxsən bütün yazılarımda, sosial mediada, müsahibələrimdə hər zaman deyərəm ki, analar, bizim milləti yetişdirəcək analar, savadlı analar vermək lazımdır. Qızlarımızı oxutmalıyıq, qızlarımıza sayğı göstərməliyik. Niyə deyirəm? Məmməd Arazın atası İmfil repressiya olundu. Şeyimiz əlimizdən alındı. Nənəmin beynini kimsə ala bilmədi. Məmməd Arazı, İbrahimi, Gülsümü, Məryəm sinə dəftər edir rəhmətlik. Yəni, Əbülfəz, bunları heç birini döyməyib, heç birini acıqlanmayıb. Bir dost ortamında yetişiblər, amma yetişdirən anadır. Təbii. Məmməd Araz deyir, anam şifahi xalq ədəbiyyatını çox gözəl bilirdi. Ələsgərdən şeirlər deyirdi. Ələsgəri əzbərə bilirdi, o kitab qoyub oxumurdu, əzbərə deyirdi nənəm. Deyib, mən nə yazıq ki, həyat belədir, mən doğulandan 3 ay sonra nənəm vəfat edib, üzün görməmişəm, amma bəlkə də indi ruhumuz nə zamansa görüşəcək, onu deyə bilməliyik. Hörmətli tamaşaçılar, böyük bir şairin, böyük bir millətin fəxri olacaq söz adamının böyüdüyü, yaşadığı, dünyaya gəldiyi coğrafyanın içinə varmağa çalışdıq Qorxmaz bəylə. Elə bilirəm ki, o coğrafyanı müəyyən mənada əhatə elədik. Təbiidir ki, Qorxmaz bəyin bələdçiliyi ilə. Nə dedin, nə yadından çıxdı qaldı, qalanlarını gələn saylarımızda. Təşəkkür edirəm sizə, belə bir nöqtəyə, belə bir məqama işıq tutdunuz. Yəni, mən bir daha demək istəyirəm ki, Məmməd Arazın atası, babaları Zəngəzurun böyüklərindən olublar. Onlar olan yerdə ermənilər yox idilər. Sovet hökuməti bizi çıxartdı, o torpaqlardan, o torpaqların igidlərini çıxartdı, sonra istədiyini rahat elədi. Verdi ermənilərə. Bu həyat da davam edir. Məmməd Araz bütün Türk dünyasını qucaqladı, bütün Azərbaycanı qucaqladı. Naxçıvandan çıxıb gəldi Bakıya və Bakıdan bütün millətimizə çox böyük ərmağanlar qoyub getdi. Nur içində yatsın.
Zəngəzur, Qərbi Zəngəzur yox, bütöv Zəngəzur inşallah yenidən dönər bizə. Mən inanıram ki, Zəngəzurumuz da inşallah bütöv Azərbaycanımıza qovuşacaq və o koridor davası bir gün bitəcək. Biz bugün koridordan danışırıqsa, yəni siyasət danışırsa, bir gün gələcək ki, koridor da olmayacaq. Birləşdirici bir körpü olacaq. O yavru Naxçıvan bütöv Azərbaycana birləşəcək Zəngəzur üzərinə. Məsələn, Laçından Şahbuza, bizim doğulduğumuz Şahbuza getmək çox qısa bir yoldur. Yenə Sisiyan üzərindən, Corus və Sisiyan üzərindən keçib gedirsən, yəni Qara Kilsə üzərindən gedirsən, Ərikli dağından aşırsan orada. Amma o Qara Kilsədə nə qədər kəndlərimiz xaraba qalıb, nur içində yatsınlar, ruhları şad olsun böyüklərimiz. Sağ ol əzizim, var ol, var ol. Məmməd Araz heç kəsin deyil, nə Aqil Abbasın, nə İradə Tuncayın, nə nəvələrin, nə də qohum əqrabanın. Heç kəs ona sahiblik eləyə bilməz. Məmməd Arazı sevmək üçün Naxçıvanlı, Zəngəzurlu olmaq gərək deyil. Duyan, millətin böyüklərini özününkü bilən, onun ölməz ruhuna, kamil millət düşüncəsinə sevgisi olanlarındır Məmməd Araz. Onu ürəyinin parası, milli dərdlərinin məlhəmi bilməyin bəs eləyər. Yəni Məmməd Araz yurdunu sevən, onun ağrılarını, acılarını köynəyindən keçirən hər bir Azərbaycanlınındır. Məmməd Araz Türk dünyasının nəhəng şair oğludur.